Salam, MHM-in keçirdiyi sertifikasiya sınağı 3-cünün həllinə baxaq. Birinci sualda deyir ki, bir molekulunda eyni sayda atom var. Baxırıq, benzil spirtini yazsaq, yazacaq C6H5, CH2OH. Sonra O krezolu yazsaq, C6H5, deməli OH, CH3. Hər ikisində 16 atom var. Ona görə də ilə A variantı doğru variantdır. Demək, ikinci sualımıza baxaq. Bizə doymuş spirt, bir atomlu spirtin qələvi ilə təsirindən qələvi metalla CnH2n plus 2 O üstə gəlsin X aldım CnH2n plus 1 O X üstə gəlsin 0,5 H2. İndi o 7,6'dan almışıq 0,1 X'dan da alırıq 0,5. X'imi də tapıram ki X bərabərdir 88. İndi CnH2n plus 2 O bərabərdir 88. Buradan da n bərabərdir. Tapıram ki n bərabərdir 5'ə. Formumuz olacaq C5H demək C5H 12 O. Bizim də sigma rabitə sayımız, daha doğrusu polar kovalent rabitə sayımız hidrogenin sayı üstə gəlsin oksigen 13 verəcək. Üçüncü sualımıza dəm qazı oksigendən ibarət 0,2 mol qarışıq tam reaksiya daxil olur. Dəm qazı oksigen aldıq. CO2 0,5 mol bura yazsaq bəs eləyir. Reaksiya məhsulunun kütləsi 4,4 qramdır. Bura bir B seti qeyd eləyək. Demək, əmələ gələn CO2-miz 4,4 qramdır. 4,4 qram nə deməkdir? 0,1 mol deməkdir. Yazdım 0,1 mol və artıq qalan qazın kütləsi 1,6 qramdır. Biz də baxaq görək, öncə sərf olunanı tapaq. Oksigen nə qədər sərf olunacaq? 0,1 mol CO2 əmələ gəlsə, onun yarısı qədər, yəni 0,5 mol. CO-muz isə 0,1 mol sərf olunmuş olacaq. Biz burada görürük ki, reaksiya 1 mol CO sərf olunur, 0,5 oksigen, yəni oksigenin artıq qala bilər. Ona görə CO-nu tam sərf olunmuş hesab etsək, 0,1, yəni tarazlıqda 0 qalır və 1,6 qram artıq qalan qazın qramıdır. 1,6 qram neçə mol oksigenə uyğundur? 0,5 mol. Yəni bunu necə hesablayırıq? 32 qram əgər 1 moldursa, 1,6'da X, X-i də tapıram ki, 0,5 mol. Deməli, artıq qalan oksigenimiz 0,5 moldur. Bunu da toplayanda bizə sərf olunanı verir, 0,1 eləyir. Deməli, ilkin qarışıqda 0,1 mol CO-muz var, 0,1 mol da oksigenimiz var. Keçirik dördüncü sualımıza. Hansı bir mərhələdə dissosiasiya edir? Baxırıq, demək, çox turşulu əsaslar, çox əsaslı turşular bir neçə mərhələdə dissosiasiya edir. Ona görə bax, A-da natrium hidrosulfata görə çıxırıq. Sonra C-də kalsium hidroksid 2 turşulu əsasdır. D-də H2S-ə görə çıxırıq və Y-də argentin xloridimiz bizim dissosiasiya uğramır, çöküntüdür. Ona görə çıxdıq. Yerdə qaldı bizim natrium fosfit duzumuz və H-xlor. Bu normal duzdur. Bir mərhələdə dissosiasiya eləyəcək və H-xlor da bir əsaslı turşudur, bir mərhələdə. Deməli, doğru cavabımız B variantı olacaq. Hansı demək maddə bəs maddələrin birbaşa qarşılıqlı təsirindən alınır? Demək, baxırıq. Mesela burada görürük ki pH3, fosfin bilirik ki fosforla hidrogen reaksiyaya girmir birbaşa. Sonra kaliumla oksigen reaksiyaya girsə kalium oksid əmələ gətirməz. Həmçinin silisium hidrogenlə də reaksiyaya girmir və natrium oksigenlə reaksiyaya girib natrium oksid əmələ gətirə bilməz. Sonra burada kükürt oksigenlə reaksiyaya girsə SO3 əmələ gələ bilməz, SO2 əmələ gələcək. Bizə uyğun cavabımız B variantı olacaq. Niyə? Argentium üstə gəlsin ozon, alıram argentium oksid və oksigen. Həmçinin karbon üstə gəlsin oksigen, atomum yanan zaman CO əmələ gələ bilər. Ona görə doğru cavabımız B variantı olacaq. Keçirik 6-cı suala. 6-cı sualda deyir ki, bir karbon atomuna metil, etil, vinil,
və izopropil. Radikalları birləşmiş karbhidrogeni adlandırın. Baxırıq, 2 qat rabitənin olduğu zənciri seçək, ən uzun zənciri, deməli, nömrələyək. 1, 2, 3, 4, 5. Adlandırırıq. Deməli, metil qrupu var, bir də ki, radikalımız etildir. İndi kiçikdən böyüyə deyək. Demək, metilləri deyək öncə 3, 4, dimetil, 3, etil, penten 1. Deməli, doğru cavabımız olacaq Y variantı. Keçirik 7-ci sualımıza. Deyir, deməli, maddələr üçün doğrudur. Demək, mərkəzi atom sp3 hibrid halındadır. Bəli, metan, amonyak suda, karbon, azot və oksigen sp3 birləşmə halındadır. Polyar molekullardır. Polyar molekul deyil. Deməli, maksimum valent göstərəndə və valent elektronlarını bir elementlə rabitə əmələ gətirməyə sərf edəndə o artıq olur qeyri-polyar molekul. Yəni CH4 qeyri-polyardır. Bunlar isə polyardır. Yəni hamısına aid deyil. Ona görə bunu 2-ni çıxdıq. Adi şəraitdə kristal qəfəs əmələ gətirməzlər. Adi şəraitdə heç bir bərk halda olmadığı üçün bəli, kristal qəfəs əmələ gətirə bilməzlər. 7-də olacaq 1-3 D variantı. Gəlirik, kütləsi M qram olan kükürt trioksid və 2 mol su qarşılıqlı təsirdə olur. Alınan oleum məhlulunda həll edicinin kütləsi demək 2 mol su. Həll edicinin kütləsi həll olanın kütləsindən 4,9 dəfə artıqdır. Bunu bu şəkildə yazaq. Bu 2-ni silim. Alıram H2SO4, BST qeyd etsəm, BST. M qram reaksiyaya girib 2 mol su, 2 mol su demək bizdə 36 qramdır. İndi buradan biz alacağıq, deməli 36 qram su reaksiyaya girsə, demək qıraqdan yazıram ki, 18 reaksiyaya girəndə 98 qram sulfat turşusu alıram, 36 girsə X, X-də tapıram ki 196. Deməli aldığımız sulfat turşusu 196 qramdır. 36 sərf olunan su üçün yazıram. SO3-də nə qədər sərf olunacaq? 2 dəfə artıq. Yəni 1 mol H2SO4 əmələ gələndə 80 qram sərf olunur. 2 mol əmələ gəlsə 160 qram. Tarazlıqda M-160 qalır. İndi deyir ki, həll edicinin kütləsi həll olanın kütləsindən 4,9 dəfə artıqdır. Həll edicimiz 196 qram sulfat turşusudur və 196-nı bölürük 4,9-a, tapırıq həll olanın kütləsini, yəni SO3-ün kütləsini yazırıq. Bərabərdir M-160. Yazırıq 40 bərabərdir M-160, M də bərabərdir 200. Deməli, doğru cavabımız B variantı olacaq. 9-cu suala keçək. Biuret reaksiyası ilə təyin olunur. Biuret reaksiyası zülallarda peptid rabitəsinin təyinində istifadə olunur. Deməli, eyni şəraitdə müxtəlif kütləli X mayesi üçün nə eyni olar? Baxırıq. Eyni mayedirsə, kütləsi müxtəlifdirsə, deməli, qaynama temperaturu eyni olar. Həcmi kütlə müxtəlif olduğu üçün həcm də müxtəlif olacaq. Amma sıxlığı dəyişməz. Yəni, məsələn, 1 litr X mayesini götürsək də eyni sıxlığa malik olacaq. 2 litr X mayesini, yəni 1 litr su götürək, hesab edək ki, sudur da. 1 litr su götürək, 2 litr su götürək. Bunların sıxlığı dəyişməz. Qaynama temperaturda su nə qədər götürürsə götürək, 100 dərəcə Selsidə qaynayacaq. Yəni 1-3 bunun üçün eyni olacaq. Keçək 11-ci suala. 11-də deyir ki, karbon qazı və hidrogendən ibarət 200 litr qarışığın ədədi qiyməti 44,8% hidrogendən ibarət olarsa,
200 litrin deməli yazırıq. 200-ümüz 100-dürsə, x-ımız 44,8-dir. X da bizə verəcək 89,6-na. Deməli, 200-ün 89,6-sı hidrogendir. Qarışığın tam yanmasından neçə kilojul istilik ayrılar? Karbon qazı bilirik ki, yanmayacaq, amma hidrogen yanacaq. Deməli, görürük ki, reaksiyamızda 2 mol, yəni 44,8 litr hidrogen yananda 572 kilojul istilik ayrılır. Bəs yaxşı 89,6 litr yansa nə qədər? Bu da bizə 2 dəfə çox verəcək. Deməli, 572-yə vuranda 1144. 1144. Bu deyilir B variantı. Keçək 12-ci sualımıza. Adi şəraitdə baş verə bilməyən reaksiyanı göstərin. Adi şəraitdə hidrogenləşmə reaksiyası baş verməyəcək. Digər reaksiyalar adi şəraitdə gedir. 13-cü sualda azot hidrogen qazlarından ibarət qarışığın 56 litrin reaksiyasından sonra 0,5 mol hidrogen qazı artıq qalar. Demək, azot üstə gəlsin hidrogen. Alıram NH3 2 mol, 3 mol. Deməli, qarışığımız B-seti qeyd etsəm 56 litr. Birinə A deyim, birinə B deyim. Artıq qalan 0,5 moldur. Deməli, azot tamamilə sərf olunub. Sərf olunan azota A yazıram. Tarazlıqda azot yoxdur, 0. Azot A sərf olunsa 3 dəfə çox hidrogen, yəni 3A sərf olunacaq və alınan amoniakımız isə 2A olacaqdır. İndi yaza bilərəm ki, B bərabərdir 3A plus 0,5. Bir də 56 litri də çevirək mola. Demək, 22,4'üm 1 moldu. 56 litrim X. X'i də tapdım. 2,5. Onda yazıram ki, deməli, B bərabərdir 3A plus 0,5. A plus B də bərabərdir 2,5. Buradan gətirib, məsələn, B-ni tapsaq, B bərabərdir 2,5 çıxılsın A və yuxarıdakı tənliyi aparıb yerinə yazsam. Yazaram ki, demək, yazaram ki, 2,5 çıxaq A bərabərdir 3A plus 0,5. Buradan, deməli, 0,5-i tənliyin soluna, A-nın sağına keçirsəm, yazıram 2 bərabərdir 4A, A da bərabərdir 0,5. Aha, A-nı tapdıq. İndi ilkin qarışıqda hər qazdan neçə mol olar? A mol azota demişdik, 0,5'dir. B molda hidrogenə demişdik. B-ni necə tapırıq? 2,5 çıxılsın A. Yazıram, B bərabərdir 2,5 çıxaq A. O da bərabərdir 2-yə. Deməli, hidrogendən də 2 mol. Deməli, hansı variant bizə uyğundur? Y variantı uyğun variantı olacaq. Keçək 14-cü sualımıza. XnPO4 M duzunun dissosiasiyası zamanı alınan iyonlardan birinin mol miqdarı 9, digərinin mol miqdarı isə A'dır. 9 böyükdür A olarsa, duz tam dissosiasiyası baş verərsə, məhəldə ümumi neçə mol iyon olmuşdur? İndi PO4 bilirik ki, natrium, kalium, amoniumdan başqa duzları çöküntüdür. Yəni, bir valentli duzlar olmalıdır. Metallarımız bir valentli olmalıdır. Yazırım X 3 PO4. Buna uyğun duzumuz bu şəkildə olacaq. Əmələ gələn duz 9'dur, digər isə azdır. Yəni, bu 9 bizim metalımıza uyğun gəlir. 1 mol duzumuz dissosiyasiya uğrasa 3 mol X verir də bizə. Deməli, 9 mol verməsi üçün bu maddədən biz 3 mol götürməliyik ki, buradan 9X müsbət əmələ gəlsin. 9X-sa PO4'ümüz nə qədər əmələ gələcək? 3 mol X3 PO4'dən. O da bizə verəcək 3 mol PO4, 3 mənfi. İndi məhəldə ümumi neçə mol iyon olmuşdur? 9X, 3 PO4. Ümumilikdə bizə verir 12 mol iyon. Deməli, 14'də doğru cavabımız C olacaq. Mürəkkəb gübrələri göstərin. Mürəkkəb gübrə deyəndə nə nəzərdə tuturuq? Tərkibində bir neçə qida elementi olsun. Qida elementlərimiz kalium, azot, fosfordur. Karbamid CO, NH2 2 dəfə. Görürük ki, bir dənə azot var. Sonra yazıram amofos.
NH4 H2 PO4 bunun amorfosudur bu. Deməli tərkibində 2 dənə qida elementi var, azot və fosfor. Bunu götürə bilərik. Çili şorası bizdə natrium nitratdır. Tərkibində bir dənə azot var. Bu bizə lazım deyil. Sonra Hindistan şorası kalium nitrat. Tərkibində həm kalium var, həm azot. Bunu da götürə bilərik. Elə bizə uyğun variantımız demək 2 ilə 4. 2 ilə 4 də B cavabı doğrudur. Gələk glikozanın mis-2 hidroksidə qələvi mühitə qarşılığı deməli təsirdə olub parlaq göy rəngli məhlul əmələ gətirməsi nədən xəbər verir? Bilirik ki, çox atomlu spirtlərin bir atomlu spirtlərdə fərqləndirən reaksiya mis-2 hidroksidlə parlaq göy rəngli məhlul əmələ gətirməsi reaksiyasıdır. Buna da uyğun cavabımız olacaq onun çox atomlu spirt olduğunu göstərməsi. Keçək 17-ci suala. 17-ci sualda bizə alken molekulu veribdir. Birli karbon, ikili, üçlü, dörtlü karbon sayını verib. Bunları toplayaq görə karbonlarımızın ümumi sayı nəyə bərabərdir? Bu bizə verir 4A minus demək 5, 5, 10, 18. Aha, karbonun sayı 4A minus 18'dir. Demək, birli karbon CH3 şəklində qeyd edirik. İkilinin CH2, üçlünü CH, dörtlü karbonu isə C şəklində qeyd edirik. İndi bu alken olduğu üçün burada 2 hidrogen çıxacaq. Axı 2 qat rabitədə var. CH2, CH2. 2 dənə hidrogen əsikliyi olduğu üçün ümumi hidrogen sayından yenə ikisini çıxacaq. Demək yazırıq. Birli karbonda, karbon nədirsə hidrogen 3 dəfə çoxdur. İndi A-2 verir baxa birli karbonu. Hidrogen 3 dəfə çox olsa 3A-6. İkili karbonda, deməli karbon nədirsə hidrogen 2 dəfə çox. A-5 verdiyi üçün 2 dəfə çox olacaq 2A-10. Üçlü karbonda A-6'dır. Deməli karbon nəsə hidrogende odur. Ona görə hidrogeni yazırım A-6. Dörtlü karbonun isə hidrogeni yoxdur. Ümumiyyətlə hidrogen yerinə 0 yazırım. Ümumi hidrogen sayından dedik ki CH2'yə görə, 2 qat rabitəyə görə 2 dənə hidrogen əksik yazacağıq. Nə verir bizə? Deməli 6A-22, ikisini də əksik yazsaq minus 24. Aha. Deməli, formulumuz necə idi? CnH2n. Hidrogenimiz 6A-24-dürsə, karbon 2 dəfə az olur axı. 6A-24, karbon sayı onda olacaq. 2 dəfə az, 3A-12. Aha. Karbonu ilk öncə tapdıq ki, 4A-18. 4A-18 bərabərdir 3A-12. Karbonları bir-birinə bərabər elədik. Buradan tapıram ki, A da bərabərdir 6'ya. İndi bizim alkenimiz olur. Deməli, heksin C6H12. Nə deyir bizə? Alken molekulunda karbon atomlarının qeyri-hibrid orbitalları ilə sigma rabitələrin cəmi. Sigma rabitələrin cəmi bizə ümumi atom sayına bir vahid az. Açıq qırılış karbohidrogenlər də bu şəkildədir. Yəni 6 plus 12 minus 1. O da bizə verir 17. Deməli 17 sigma rabitəmiz var. Karbon atomunun qeyri-hibrid orbitalları. Qeyri-hibrid orbitallar bir pi rabitənin əmələ gəlməsində iştirak edən p orbitallardır. Karbon-karbon arasında. Bir də ki, rabitədə iştirak etməyən, yəni burada demirdə rabitədə iştirak edən, etməyən, ümumi dediyi üçün karbonun elektron formunu 1s2, 2s2, 2p2 yazırıq da. Hibridləşmə zamanı valent elektronun 4'tür. Bunlar iştirak edir. Amma 1s2 ümumiyyətlə rabitə əmələ gəlməsində iştirak etmir və qeyri-hibrid orbital sayılır. Yəni s orbitalıdır da bu. Hər karbonun 1s orbitalı olanda 6 karbona 6s orbitalı düşür və 17 ilə toplasaq sigma rabitələrlə bizə verəcək demək 20 23. 2 dənə də p orbitalını toplayırıq. 2p'nin də üstünə gəlsək bizə 25'i verəcək. Keçirik növbəti sualımıza. On 8-ci sualda deməli tarazlıqda olan sistem üçün qrafika uyğun olaraq hansı ifadələr doğru hesab edilə bilməz. Demək, görürük ki
NO2-nin miqdarı artır, oksigenin və NO-nun qatılığı azalır. Yəni reaksiyamız bizim düzünə gedir. Bu da eksotermik reaksiyadır. Eksotermik olduğu üçün, düzünə getməsi üçün biz mütləq temperaturu azaltmalıyıq. Baxın, 4-cü variantda deyir ki, temperatur azalmalıdır. Bu düz. Sonra reaksiyada görürük ki 2 və 1 həcm oksigen, yəni 3 həcm alırıq, 2 həcm. Soldan sağa doğru V azalıb, onda təzyiq artmalıdır. Təzyiq artmalıdır. Burada isə yazılıb təzyiq azaldılıb düzünə istiqamətdə. Demək, bu da yanlışdır. Qabın həcmi azaldılıb. Qabın həcmi azaldılıb, bəli, doğrudur. Məhsul sistemdən çıxarılıb. Məhsul, yəni NO2-ni sistemdən çıxarsaq, deməli NO2 bu şəkildədir də. NO2-ni biz sistemdən çıxarsaq, sıçrayışla miqdarı azalıb, sonra belə artmalı idi. Yəni bu qrafika uyğun deyil də. Bu da yanlışdır. Sistemə reagentlərdən əlavə olunub. Reagentlərdə yəni NO yaxud da oksigen. NO-dan məsələn əlavə etsək, sıçrayışla artım, sonra isə azalmağa getməli idi. Ona görə də bu da doğru deyil. Deməli, doğru olmayanlar 1, 2 və 5. A variantı doğrudur. 19-a baxaq. CnH2n+2 O3 formuluna sahib birləşmənin 2 molu 7 mol oksigenlə tam reaksiya daxil olursa N-i tapın. Deməli, 3 oksigen saxlayan bizdə gliserinə uyğun gələcək. Gəlin, baxaq, görək. Yazaq ki, C3H8O3 üstə gəlsin, oksigen aldım, CO2 plus su. 3 mol yazdım, 4 mol yazdım, 3 dəfə 2, 6, 4, 5. Aha. Demək, 5-dən 3'ü çıxsaq 2,5. Yoxsa səhv hesabladım. Dəqiqə. Deməli, 3 dəfə 2, 6, 10. Yəni, 3,5. İndi baxırıq. 1 molumuz 3,5 oksigenlə reaksiya gedir. 2 molumuz da 7. Həqiqətən də gliserindir. Deməli, karbonun sayı 3'dür. Homoloqlar verilmiş bəndə göstərin. Demək, 3 etil fenol O krizol OH 3 etil C2H5 o krizolu da qeyd etsək yazırıq OH görürük ki bunlar bir-biri ilə homologdurlar. CH2 qrupu ilə fərqlənirlər. Demək, gələk 20-ci sualımıza. 21-ci suala. 21-ci sualda deyir ki 3s2-3p3 qısa elektron formuna malik atomun minimum oksidaşma dərəcəsi. Deməli, üstlərin cəminə baxırıq. 5-ci qrupda yerləşir. 2 ilə 3 toplayırıq, 5-ci qrupa verir. Deməli, qrupdan 8-i çıxanda minimum oksidaşma dərəcəsini tapırıq. O da bizə verir -3. -3 də Y variantına uyğundur. 22-yə baxaq. Endotermik proseslər verilmişdir. Deməli, endotermik istiliyin udulması ilə gedən reaksiyadır. Endotermik reaksiyalar deməli adətən parçalanma reaksiyalarıdır. Öndə istisnalarımız var. Parçalanma reaksiyalardır. Baxaq görək variantlara. Amonyakın sintezi bu birləşmədə bizdə eksotermik olacaq. Sulfat turşusunun durulaşdırılması, istiliyin ayrılması ilə gedən reaksiyadır. Sonra suyun elektrolizi, bu parçalanma reaksiyasıdır, endotermikdir. Fotosintezdə istiliyin udulması ilə gedən reaksiyadır. Elə doğru variantımız bu olacaq. Metanın yanması, yanma onsuz da eksotermikdir. Parçalanma demək, parçalama endotermik olsa da amonyum bixromatın parçalanması bu istisnalardandır. İstiliyin ayrılması ilə gedir, yəni eksotermikdir. Elə bizdə C variantı doğru cavab olacaq. Baxaq 23-ə, istiqamətində flor-xlor brom yod istiqamətində artır. Molekul kütləsi artır.
sıxlıq artır, oksidləşdiricilik azalır. Oksidləşdirici ən güclü oksidləşdirici fluordur. Deməli bu yanlışdır. Reduksiya edicilik artır, ionlaşma enerjisi, atom radiusu. Atom radiusu yuxarıdan aşağıya artır, amma ionlaşma enerjisi azalacaq. Bu da yanlışdır. Sıxlıq artır, atom radiusu bəli artır, reduksiya edicilik artır. Elə doğru variantımız C variantı olacaq. Molekul kütləsi də deməli artacaq, radius artır, elektrona hərislik azalır, bu yanlışdır. Radius artır, sıxlıq artır, elektron mənfilik azalır. Bu da yanlışdır. Həqiqətən də C variantı doğru variantdır. Baxaq 24-cü sualımıza. M qram X faizli natrium hidroksid məhlulu ilə Y faizli eyni kütləli natrium hidroksid məhlulu qarışdırılarsa, alınan məhlulun faizlə qatılığı necə olar? Deməli, belə bir düsturumuz var. M1 omega 1 plus M2 omega 2 bərabərdir M1 plus M2 omega son. İndi yazırıq. Deməli, M1 omega 1, yəni deməli MX plus eyni kütləli dediyi üçün MY yazıram. Bərabərdir M1 plus M2, yəni 2M omega son. Buradan deməli nə yaza bilərik? M-i çıxardıq mötərizə xaricinə. X plus Y bərabərdir 2M omega son. M-lər ixtisar getsə, omega son nəyə bərabər olur? Omega son bərabərdir X plus Y bölünsün 2. Onda doğru cavabımız deməli, D variantı doğru cavab olacaq. Eyni miqdar su ayrılar. Demək, 2 mol natrium OH götürdüksə, natrium hidrortofosfat alacağıq və su. Baxaq görək suyumuz nə qədərdir? Deməli, 2 mol. Sonra tripeptidin əmələ gəlməsidir. Bilirik ki, 3 mol amin turşu götürəndə 2 mol su ayrılır. Elə bizdə 1 ilə 2 eyni miqdarda su ayrılır da, ikisindən də 2 mol. Doğru cavabımız 1-2 olan variant B variantı olacaq. 26-cı sualda deyir ki, glisin alaninin qarşı reaksiyasından əmələ gəlmiş tripeptidin 1 molunun kütləsi mümkün qiymətlərdən ən kiçikdir. Mümkün qiymətlərdən ən kiçik olması üçün, yəni M1 kiçik olanın sayı çox olmalıdır. M1 kiçik olanda glisindir. Glisin M1 75-dir. Alanində isə 89-dur. Yəni glisini yazsaq NH2, CH2, COOH, alanını yazırıq NH2, demək C2H5 COOH. Aha. Demək, yəni 2 mol glisin götürüb 1 mol alanin götürsə tripeptid ala bilərik. Tripeptid əmələ gələn zaman isə 2 mol su ayrılır. İndi nə yazırıq? 2 mol glisin, yəni 2 vursun 75. Üstə gəlsin 1 mol alanin, çıxaq 2 mol suyun emeri bizə verəcək tripeptidin molekul kütləsini. Demək, minus 36. Bu da bizə verir, demək, 150 plus 89, 239, çıxırıq 36-nı verir 203. Doğru cavabımız olacaq Y variantı. Gələk 27-ci suala. Dəmir 2 hidrokarbonat, su, oksidləşmə reduksiya tənliyində qaz halında olan məhsulun əmsalını tapın. Dəmir burada müsbət 2-dən müsbət 3-ə keçib. Sonra oksigen 0-dan oksigen mənfi 2-yə keçib. Oksigenin deməli yazırıq aşağıda. Dəmir müsbət 2-dən, dəmir müsbət 3-ə, oksigen 0-dan oksigen keçib mənfi 2-yə. İndekslər nəzərə alır. Minus 1 elektron, plus 2 elektron olsun 2. Bura 4, 1, 4, 1. Dəmirin qarşısına 4 yazıram. Oksigenin qarşısına 1 yazacağım. Daha doğrusu biz indeksi soldan götürmüşük. Onda əmsalları oraya yazaq. Deməli 4, 1,
Sonra demək gətirək sağdakı ya da 4 yazaq. Bu zaman karbonun sayı 8 edir. 8'i yazdıq. Və hidrogenlərin sayını solda yazaq. Sağda hidrogenimiz 12. Solda isə 8'i var. 2 yazsaq düzəlir. Oksigenləri də sayaq. 4 dəfə 8, 24. Burada da 26 və 28 elektron oksigen solda. 16 və 12, 28'i də sağda. Deməli düz tapmışıq. Və oksiləşmə reduksiya tənliyində nə istəyir? Qaz halında olan məhsulun əmsalı. Qaz halında olan məhsulumuz karbon qazıdır. Bu da əmsal görürük ki 8'dir. Keçək 28-ci sualımıza. Demək, kalium xloratın parçalanması. Kalium xlorid üstə gəlsin. Oksigen, deməli oksigenə yazsaq 3, buraya yazacaq 2, 2, aha. Dəmir üstə gəlsin oksigen, aldım ferium 3, o 4, bura 2, burada 3. Demək, yuxarıdakı tənlikdə 3 oksigen alınıb, aşağıda 2. Deməli, aşağını elə eləyək ki, alınan oksigenlə reaksiya girən oksigen 1 olsun. Deməli, aşağıda da 3 eləmək üçün 1,5'ə vursaq tənliyi. Demək, 4,5 dəmir olacaq. 3 oksigen olur. Və 1,5 belə yaza bilərik. İndi deyir ki 69,6 qram ferium 3O4 əminə gəldiyini bilərək götürülmüş kalium xloratın kütləsini hesablayaq. Baxın 69,6 əminə gəlir və bu zaman götürülən kalium xlorat X-dir. Amma bizim tənliyimizdə nə qədər əminə gəlir onu tapaq. 348 qram ferium 3O4 1,5 mola görə hesablayıram. Əmələ gələndə reaksiya girən kalium xloratımız 245 qramdır. Tənasibimizi həll eləyək. Demək, X-i tapırıq ki, buradan X bərabərdir 9'a. Demək, doğru cavabımız olacaq A variantı. Keçirik 29-cu suala. Demək, bizdə 29 sualda deyir ki, sabuncu suda yaxşı köpüklənmir. Niyə köpüklənmir? Həmin o kalsium, magnezium iyonları ilə sabunun anyonu suda pis həll olan duz yaradır. Bu səbəbdən də demək, köpüklənmə yaxşı olmur. 30-cu sualda deyir ki, pir rabitəsi, ümumi rabitələrin 25% olan molekulu göstərin. Ümumi rabitələrin 25%. Bunların hamısını hesablasaq, gəlin birini hesablayaq. H3PO4. Ümumi rabitəmiz nə qədər olacaq? 4 dəfə 2, 8 dənə rabitə var. Pir rabitəsi də bizdə yazırıq H. O yerdə qalanlar fosfora birləşdi. Bir dənə pir rabitəsi var da. Deməli 1 bölünsün 8, bu bizə 25% verməyəcək. Və bunların hamısını hesablasaq, gəlin sulfat turşusuna baxaq. Deməli, sulfat turşusunu yazıram H, O, S, O. Görürəm, neçə dənə rabitəmiz var? 4'ü 2'yə vuruq, 8 dənə rabitəsi var və 2 dənə də pir rabitəmiz var. Yəni 2'ni bölürük 8'ə, vururuq 100'ə, bizə verəcək 25%. Deməli, doğru cavabımız elə Y variantı olacaq. Baxırıq 31-ci sualımıza. Sıfırlamındakı multisikloheksanın benzola dehidrogenləşməsindən, deməli, C6H12 benzola dehidrogenləşir. C6H6 plus 3 mol hidrogen. Alınan hidrogen gliserin və olein turşusunun mürəkkəb efirinin hidrogenləşdirilməsi üçün istifadə edilmişdir. Biz bilirik ki, olein turşusu C17H33 COOH-dır. Bir dənə karbon-karbon arasında pir rabitəsi var. Bir pir rabitəyə də 1 mol hidrogen lazımdır. İndi gliserinin olein efiri necə olacaq? 3 dənə elə bil ki, SS rabitəsi var. Yəni 3 mol H2 lazımdır bizə. İndi belə bir asıllıq yazaq ki,
Yəni 1 mol efir 1 mol efiri tam hidrogenləşdirmək üçün 3 mol H2 lazımdır. İndi deyir ki, bu 0,2 moldan alınanla görək nə qədər efiri hidrogenləşdirə bilərik. Baxın, 1 mol sikloheksandan 3 mol aldıq. 0,2-dən nə qədər alarıq? X, onu tapaq. X-i tapıram ki, 0,6 mol. Tənasib quraq ikinci tənasibimizi. 1 mol efirə 3 mol hidrogen lazımdırsa tam hidrogenləşməyə yaxşı. 0,6 mol hidrogen nə qədər efiri hidrogenləşdirəcək? X. Buradan da yazsam bərabərdir 0,2. Doğru cavabımız olacaq C variantı. Gəlirəm 32-yə. Temperaturun artması hansı məhlulda ion sayını artırar? Temperaturun artması zəif elektrodlərin dissosiasiyasını artırır. Bu da bizdə sirkə turşusudur. Bu çöküntüdür, bu heç. Bunlar qüvvətli elektrodlərdir. Amma zəif elektrodlər artırır temperatur artması. Bunu bilirik. Deməli, 33 azot və hidrogen qaz qarışığında 44 proton. Deməli, nədir? Azot və hidrogen. Protonu sayaq azot üçün 14, hidrogen üçün 2. Demək, neutronumuz 14 eləcək, hidrogenin də 0-dır. İndi A mol azotumuz var, hesab edək. B mol hidrogen var. Proton sayı 44-dür. Neutron sayı 28-dir. Yaxşı yazırıq. Deməli, proton sayı 14A üstə gəlsin 2B bərabərdir 44. 14A bərabərdir 28. Buradan artıq aparıb birincidə yerinə qoysam B-ni tapa bilərəm. Yazıram ki, demək 28 üstə gəlsin 2B bərabərdir 44. 2B də bərabərdir 16, B də bərabərdir 8. B-ni 8 tapdım. Birinci tənlikdən A-nı da tapım. A-mız da olur 28, 14 bölündə 2. A 2-dir, B də 8-dir. Qarışığın helium qazına görə nisbi sıxlığı. M ortanı tapaq. M orta bərabərdir 2 vurulsun azot 28, üstə gəlsin 8 vurulsun hidrogen, yəni 2 belə immol, yəni 10-a. Bu bizə verəcək, deməli 56 plus 16 eləyir 72. Ona da böləndə eləyir 7,2. İndi helium'a görə nisbi sıxlıq istəyir. D helium bərabərdir 7,2-ni bölürük heliumun ayırını 4-ə. O da bizə verəcək 1,8. Doğru cavabımız olacaq C. Gələk 34-cü suala. Hər iki birləşmədə atomların sayı nisbəti 1-1 kimidir? Demək, bunu çox uzun yazmayaq. Baxaq D variantına. Stirolda yazıram. C8, H8-dir. Deməli, 8-in 8-ə 1-in 1-ə veririk. Ixtisar aparanda aslini yazıram. C2, H2, yəni 2-nin 2-yə də atom nisbəti. Bunu da ixtisar aparsaq yenə də 1-in 1-ə qalır. Doğru cavabımız da D variantı olacaq. 35-ə baxım. Demək, KH-mız 1500-dür. Duzun birinci qabda olan məhuldakı suyun müəyyən hissəsi buxarlandırılaraq ikinci qaba keçirilir. İkinci qabda duz tamamilə həll olduqda hər iki qabda doymuş məhlul alınır. Deməli, KH 1500-dürsə, baxın, ikinci qabda 150 qram duzumuz var. 150-yə nə qədər su lazımdır bilmirik, amma 1500-ə 1000 qram su lazımdır, bunu bilirik. Buradan taparam ki, x-imiz bərabərdir 100. Deməli, ikinci qaba keçirilən duz miqdarı demək 100 imiş. Buradan bura 100 keçirilib. Plus 100. 100 keçirilibsə, bu qabda qalıb 200 qram. 200 qram. İndi orada da axı KH 1500-dür, yazıram. 200 qramda, bilmirəm, x qram maddə həll olub. Amma, bax, KH 1500 olmağı deməkdir ki, bizim məhlumuz 2500-dür. 2500-də 1500 qram maddə həll olub.
Buradan da demək X-ini tapıram ki 120. 120-dirsə deməli X hesablamamızı istəyir. Aha. 120 qram maddədir. 300 qram məhluldur axı. Omega bərabərdir 120 bölək 300 vurulsun 100. Bu da bizə verəcək 40% məhlul. Deməli, əvvəlcə məhlulumuzun qatılığı 40% olubdur. Kimyəvi şişə üçün lazım olanlar, kimyəvi şişə bizdə kalium oksidlə olan şişəmizdir. Bu kalium oksidli şişəni almaq üçün bizə potaş lazımdır. Əhəng daşı kalsium karbonat və silisium 12 qum lazımdır. Bu da bizə D variantıdır. 37-yə baxaq. Demək, hər iki mərhələdə reaksiya məhsulunun çıxımı 50%. Demək, burada qeyd edək. Burada 50% çıxımdır. Burada da 50%dir. 8 mol CO-dan neçə mol metanol almaq olar? Yaxşı. Bax, 100% çıxım olsa, birdən 1 alıram. 50% çıxım oldu. Bax, birdən 1 olsa 100% çıxımdır. Aha. 1 alıramsa 100%dir. Bəs yaxşı, 50% nə qədər eləyir? X. X-i də tapıram ki 0,5. Bu birinci mərhələ. İkinci mərhələdə baxıram ki, birdən 1 alıram. Yenə də 100%likdir. 50% olsa yenə 0,5. Deməli, birdən 1 alıram 100%-lə. Axı bizdə 0,5-dir. 0,5-dən də alacağım 0,5. Bu 100% çıxımdır. 50% çıxım olsa artıq 0,25. Onun yarısını alacağım. Deməli, bu dediklərimizə yekun versək, 1 mol CO-dan biz alırıq 0,25 mol metanol. Amma bizə 8 mol CO verib. 8-dən nə qədər alaram? X. Buradan da tapıram ki, demək, 8-i 0,25-ə vuranda eləyir 2 mol. Deməli, bizim məhsulumuz 2 mol olacaqdır. Hansı sırada bütün maddələr polimerləşə bilir? Polimerləşmək üçün bizdə 2 qat rabitə lazımdır. Baxırıq. Karbon-karbon arası 2 qat rabitə ancaq A variantında var. Metil metakrilat, xlorpirin və divinil. Doğru cavabımız A olacaq. Keçirik 39-a. Demək, eyni molar qatlıqda götürülmüş 2 litr alüminium xlorid, 1 litr kalsium xlorid var. Qarışdırdıqdan sonra alüminium iyonlarının molar qatlığı 0,5 molar olarsa. Deməli, qatılıq bilmirikdə neçədir. Elə belə C işarə eləyək. Buna da C, buna da C. Demək, alüminium iyonunun molu nə olacaq burada? Nü bərabərdir 2C. Aha. İndi yazıram. C alüminium 3 müsbət bərabərdir. Nü bölünsün V1 plus V2. Bu da bərabərdir 2C. V1 plus 2 və 1. V1 plus V2 eləyəcək 3. Bunu da bərabər eləyirik. Deyir ki 0,5-dir. 0,5-ə. Bunda 2C bərabərdir. 1,5-ə. C də bərabərdir 0,75. Bunu tapdıq. Daha sonra xlor iyonlarının molar qatılığını istəyir. Xlor iyonları hər iki maddədə olduğu üçün indeksləri nəzərə alırıq. Demək, alüminium xloridin nüsü nə oldu? 2C. Kalsium xloridin nüsü nə oldu? Sadəcə C. V'si 1 olduğu üçün mən belə yazdım. V bərabərdir. Nü bərabərdir. Daha doğrusu CV-dən. V'si 1-dir. Aha. Yazıram. Sadəcə nü C-yə bərabərdir. İndi hamısını yerinə qoyuq. İndeksdə 2-dir. Onu da nəzərə alaq. Yaxşı. C xlor iyonları üçün bərabərdir. Birinci alüminium xloriddəki xlorun molu, yəni 3 vurulsun nüsü nədir? 2C-yə üstə gəlsin. İkinci maddəmizdə 2 xlorun sayı vurulsun C-yə. Bölək
həcmlərə V1 plus V, yəni 2 plus 1 3-ə. C-nin yerinə də 0,75-ə yazsaq, deməli 4,5 üstə gəlsin 1,5, bu bizə verir 6, 6-nı da 3-ə böləndə verir 2. Doğru cavabımız olacaq Y variantı. Hansı fikir səhvdir? Əsas yarım qruplarda yuxarıdan aşağıya doğru valent elektronlarının sayı dəyişmir. Deməli, birinci qrupda yuxarıdan aşağıya doğru hamısı 1 göstərir, 2-də 2 göstərir. Yəni maksimal valentlik. Valent elektronlarının sayı artdıqca, yəni atom radiusu da artır. Deməli, valent elektronların sayı artdıqca, yəni valent elektronların sayı necə artır? Soldan sağa doğru artır. Məsələn, birinci qrupda valent elektronların sayı 1-dir, ikinci qrupda valent elektronların sayı 2-dir. Yəni, soldan sağa doğru nəzərdə tutur. Soldan sağa da bilirik ki, atom radiusu artmır. Əksinə, atom radiusu azalır. Elə bizdə səhv variant bu olacaq.